İran Avropaya tətik mexanizmini tətbiq etməməklə bağlı təklif irəli sürüb. Tehran prosesin balanslaşdırılmasına çalışır. Hökumətin sözcüsü Fatimə Muhacirani 60% saflaşdırılan uranın yerin altında saxlanıldığını bildirib. Onun sözlərinə görə bu ehtiyat əlçatmaz yerdədir. İran snapback-in tətbiq olunmaması üçün digər üsullara da əl atıb. Ali dini lider Ayətullah Əli Xamneyi nüvə silahının istehsal edilməyəcəyini deyib. O, Tehranın buna ehtiyacının olmadığını dilə gətirib. Xamneyi əldə olunan uranın ölkə üçün kifayət etdiyini bildirib. Tehranın bu açıqlaması Avropa ölkələrinə bir xəbərdarlıq mesajıdır. Masada danışıqlar yolu ilə, kompromis yolu ilə bu məsələni həll etmək və ya güc nümayiş etdirmək məsələsi var. Bugün nüvə danışıqlarından tamamilə çıxması elə İranın özü üçün ciddi risklər yaradır. Həm iqtisadi, həm siyasi, hərbi cəhətdən, hətta ən yaxın müttəfiqləri olan Çin və Rusiya ilə münasibətlərə də ciddi xələl gələ bilər. Avropa üçlüyü, Böyük Britaniya, Fransa və Almaniya İrana tətik mexanizminin işə salınmasına hazırlaşır. Tehrana qarşı bu mexanizmin tətbiq olunması onun nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmasına səbəb ola bilər. Bu istiqamətdə isə İran hökumətinin bəzi ssenarilərinin olduğu düşünülür. Həmçinin bir çox parlament üzvləri nüvə silahının hazırlanmasına can atırlar. 71 deputat Ali Milli Təhlükəsizlik Şurasının ölkənin müdafiə doktrinasına yenidən baxılmasına dair çağırış ediblər. Avropa ölkələrinin qoyduğu şərtləri qəbul edə və sanksiyaların yenidən, yəni 2002-dən bəri olan bir çoxlu sanksiyalar var. Çox ciddi sanksiyalardır. Onların yenidən qayıtmasının önünü kəsə. Əksi təqdirdə bütün 2002-dən bəri olan UN vasitəsilə olan mexanizmlər, yəni sanksiya mexanizmləri İran əleyhinə işə düşəcək. Avropa İttifaqı da İrandan təcili addımlar gözləyir. İttifaq hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün nüvə obyektlərinə girişinə icazə verməyə çağırıb. Almaniya Xarici İşlər Nazirliyi də bununla bağlı X sosial şəbəkəsində paylaşım edib. Berlin Tehranın bu məsələyə münasibətində bir neçə günlük vaxtının qaldığını bildirib. Həmçinin Vaşinqtonla birbaşa danışıqların bərpası diqqətə çatdırılıb. Tehran bu hədərdən istifadə edərək Avropanı qərar verməkdə ehtiyatlı davranmağa vadar etmək istəyir. Lakin əgər Avropa sanksiyaları davam edərsə, sanksiyalar yenidən işə salarsa və burada ABŞ-nin də mövqeyi qəti olaraq sərtləşərsə, İran üçün NPT-dən çıxmaq daha real ola bilər. Amma bu o qədər də asan veriləcək qərar deyil. İran bunu daha çox təzyiq və siyasi alver vasitəsi kimi də istifadə edir. Avropa üçlüyünə daxil olan ölkələr lazım gələrsə, snapback mexanizminin prosesini tamamlamağa hazır olduğunu bəyan edib. Lakin bunun tərəflər arasındakı qarşılıqlı əlaqələrin sonunun olmadığı bildirilib. Tehransa nüvə proqramı ilə bağlı Birləşmiş Ştatlarla birbaşa danışıqlara getmək niyyətində deyil. Ali rəhbər Ayətullah Xamneyi prosesi çıxılmaz nöqtə adlandırıb. Donald Trumpsa Tehranın heç vaxt nüvə silahına malik olmayacağını vəd edir. Analizlər onu göstərir ki, İran öhdəliklərini yerinə yetirəcək. Onun nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxması tərəfdaşlarını itirməklə də nəticələnə bilər. Tehranın sözü gedən çağırışlarının xəbərdarlıq məqsədi daşıdığı ehtimal olunur.